ana, Azərbaycan anası bax, övladından az oxuyur, övladından az bilir, övladından az işləyir, amma bütün nəsli o idarə edir. Onun sözü ilə oturur. Hətta yezniyə də təsir gücünə malikdir. Hamı o ana ilə hesablaşır. Ana, söhbət konkret hansı anadan getmir ya. Azərbaycan anası. Məncə tamaşaçılar anlayırlar nə edir. Azərbaycan anasının ümumiləşmiş obrazıdır. Azərbaycan anası insanın ərazi bütövlüyünü, onun müstəqilliyini, suverenliyini bir ömür öz südü ilə işğal altında saxlayır, təsir altında saxlayır. Südü ilə hədələyir. Bu hansı zehniyyətdir? Hansı düşüncədir? Bu necə yaranıb bunda? Bunun izinə düşüb. Çıxıb gedirsən, mən sadəcə uzadıb burada nə demək istəyir, yəni şeydən yayılmaq istəmir. Bax, hər şeydə özünə istinad eləyir ana. Oğluna elçi gedir, qıza orasına burasına elə baxır, elə bil özünə alır. Özünə istinad eləyir. Söhbət qızına təhsil verir, özü diplomu olmayıb, diplomunun olmamağı ər evində öz üzünə çəkilib, ona görə də istəyir ki, qızının diplomu olsun, gələn elçilərin gözünə soxsun. Yəni təhsili də gör hansı niyyətlə verir, yəni özünə istinad eləyir. Və yaxud özü tez ərə gedib, istəyir qızı gec ərə getsin, biraz gəlsin, həyat yaşasın, eləsin. Ancaq yenə özünə istinad edir. Dəxli yoxdur, o məsləhəti yaxşıdır, pisdir, onu demək söhbət, onu özünə istinad. Bu hansı imperialist düşüncədir, hansı avtoritar düşüncədir bizim bu analarda? Bu hardan gəlir? Biz əsrlərlə kimin əsarəti altında olmuşuq? Bax, oradan gəlir. Rus işğalı, təbii ki, Rus işğalı. Yəni, sülhməramlı adı altında bizim ana müqəddəs adı altında bütün ərazimizi işğal eləyir, insanın ərazisini, övladın ərazisini. O da sülhməramlı adı altında işğalçı ordu. Ona görə də ana dilimiz, ana vətən, ana. Eyni zehniyyətdir. Bax, o zehniyyətin insanın hər bir hərəkətinin, davranışlarının hamısının psixoloji alt qatları var. Sadəcə insan bilmir, insanın bir hisslərindən yaşadığı dövr olur. Təbiət insan